hər 3 aqreqata qulluq etməyin əsas yolu yağı vaxtına dəyişmək və doğru marka ilə dəyişmək. Çox doğru. Təsdiqləyirsiniz də yəqin ki, hə? Evet. Fahri usta. Əlbəttə ki, vaxtında dəyişmək, kilometrajdan əlavə motosat deyilən bir şey var da. Yəni şəhərdə sürülən maşın onu özləri analiz eləsin. İndi maşallah olsun internet dövrüdür də. Bəli. Bir də o şey də çıxıb, ChatGPT-dir nədir? Kömək edir də. Öz işlemi kömək eləsən edirlər. ChatGPT ilə danışırsan, ad da vermirsən ona. Yox, o müştəri mənə şey eləyib, bir də görsən deyirsən belədir, deyir ki, ChatGPT deyir axı belədir, deyir, amma yaxşıdır, o da internetdən götürür o məlumatları da. Yəni araşdırsınlar hansı avtomobilə, məsələn keçən dəfə bir dənə avtomobil gəlib, şarj filtrində problem. Şarj filtrində problem, bunun şarj filtrini birinci diaqnostik elədi, hə şarj filtrdə problem var. Bəli. Bunun axırda məlum oldu ki, bunun yağı nə yağı tökür? Bu heç dizelə aid yağ tökmür. Bu sırf benzinin yağını tökür dizelə. İşləyir. Maşın deyək ki, işləmir, yox. Sarıntoydur, işləyir. Ancaq problem yaradır. Özün yaxşı aparmır. Sadəcə tutulur, tez tutulur. Yəni o dizelin öz yağı var da. Yəni C3 deyirik də, Sarentolar, Santa Fe'lərdir. Məsələn, bu C3 o dopuska cavab verən yağı tökməlidir. Bu o cavab verməyən yağı tökür ona. İndi yağdır da. İndi başı çıxmır da. İndi usta da bir fikirləşməlidir ki, mən bura nə tökürəm? Bəli. Həmin eyni marka məsələn, müştərilərdə olur, deyir ki, sən 5.30-u məsələn bu qiymətə verirsən, filan yerdə 5.30-u usta bu qiymətə verir. Aha. 5.30 da deyirəm, ay yazıq deyirəm, 5.30-un 6, 7, 8 sortu var. Bəli, çeşidi var. Bunun 5.30-un ucuz variantı da var. Doğru. Hə, bu məsələn sənin maşınına gedən o deyil, ancaq sənə götürüb o ucuz variantını verirlər, sən də deyirsən, hə, la, okey, super. Sürürsən, başlayırsan ki, yox, mən büyüdükdən sonra. Düz deyə, elələri olur bir müddət sonra, paşa-paşa qayıdıb gəlirlər ki, hə, belədir. Marka var da burada bizdə, baxın. Bax, məsələn, baxım orada görüm. Havoline markası dəyərli dostlar. Bax, yağdan danışırıqsa, Havoline rahat avtomobildə süzə bilərsiniz. Həm mühərriki qoruyacaqsınız. Bu dizel, ən əsası dizelin canıdır bu. Üstün C3 var üzərində. Turbonu qoruyacaqsınız. Bax, yağ çox önəmli məsələdir. Vaxtında yağı dəyişin. Doğru çeşidi çəkin. C3-dən əlavə burada Dexos 2 yazılıb. O nə deməkdir? Bu dizellərin cavabdehidir bu əsas. Bu dizel avtomobil üçündür. Hə, yox, benzinə də gedir. Bəzi mühərriklərin benzininə də gedir. Ancaq Dexos 1-lər sırf benzin üçündür. Hə, tamam. Bax, burada C3 yazılıb. Bəli. Hə. Bu dizel üçün rahat dizelə də tökə bilərsiniz. Yəni Havoline-da da çeşid bolluğu var. Havoline yağlardan istifadə edib avtomobilinizdə o əsas aqreqatlar ki var, mühərrik, sürətlər qutusu, turbo. Bax onu rahat şəkildə qoruya bilərsiniz ki, bu avtomobilə qulluq məsələləridir. Bunlara diqqət eləmək lazımdır.